Sabit cərəyanın işi və gücü Joule-Lenz qanunu. Dövrə hissəsinin müqaviməti hansı ifadə ilə təyin olunur? Fikir versək variantlara i kvadratı müşahidə edirik. Belə ki, a bərabərdir i kvadratı RT düsturundan müqaviməti taparıqsa, a bölünsün i kvadratı t olacaqdır. C variantı. Dövrə hissəsinin müqaviməti istənir. Yenə də baxırıq ki, o düsturları ilədir. O zaman u kvadratı bölünsün r vur t idi. Buradan da r tapsaq, u kvadratı t bölünsün a olacaqdır. B variantı. Elektrik cərəyanının gücünün vahidi əlbəttə ki, wattdır. Gərginlik düşkümüz o 6 volt olaraq qeyd olunur. Zaman 5 saniyə olaraq qeyd olunur və bu zaman 60 joule iş görülmüş olur. Dövrədəki cərəyan şiddəti istənilir. Bizim A bərabərdir IUT düsturundan cərəyan şiddətini hesablaya bilərik. Buradan I, A bölünsün, U vurulsun T olur. Yəni 60 bölünsün, 6 vurulsun 5. O da 2 olaraq 2 amper cavabımız olacaq. Yəni 30, 2-yə də bölsək 2 olacaq. Bu səfər 5-ci testdə cərəyan şiddətimiz 2 amper olaraq qeyd olunur. Zamanımız 10 saniyə olaraq qeyd olunur. İşimiz 80 joule olaraq qeyd olunur və gərginlik istənir. Yenə də IUT düsturuna müraciət edirik. Buradan onu tapsa A bölünsün IT. Yəni 80-i bölsək 2-ni 10-a vursaq 20. O da cavab 4 volt olacaq. Yəni B variantı. Burada müqavimətimiz, R-imiz 30 ohmdur. Yükümüz 20 kulondur. Və işimiz də 200 joule olaraq qeyd olunur və bu zaman istənilir. Burada biz işin hər hansı bir düsturu ilə başlaya bilərik əlbəttə ki. Baxın, Q və T bildiyimiz kimi i-niyə bərabərdir? Q böl T-yə. Yəni biz i kvadratı RT düsturunda i-nin yerinə gətirib baxın bu düsturu yaza bilərik. O zaman olacaq Q kvadratı əlbəttə ki A bərabərdir. I kvadrat, Q kvadratı böl T kvadratı RT. Buradan da T'lərin birini ixtisar etsək, qalır Q kvadratı R böl T. Artıq düsturumuz hazırdır. A'mız, buradan T'ni tapsaq, Q kvadratı böl R böl A olar. Q'müz 20'dir, kvadratı 400, R'imiz 30, A'mız da 200'dür. Buradan 400'ü 200'e bölsək 2, 60 saniyə cavab olacaq. Eyni şəkildə burada da baxın, eyni düstur tələb olunur bizdən. Verilənlərimiz eynidir. Sadəcə burada müqavimət istənir. Yəni düsturu eyni şəkildə çıxara bilərsiniz. Yəni A bərabərdir. Sonda Q kvadratı R böl T qalar. Buradan da R'i tapsaq AT böl Q kvadratı olacaq. Yəni qiymətləri yerinə yazsaq 50 vurulsun 10 bölünsün 5. O da 100. Burada neysə hesabda baxaq. Demək, R-i tapsaq buradan AT böl Q kvadratı olur. Q kvadratı olduğuna görə burada yerinə 25 yazmalıyıq. 2, o da 20 ohm olacaq cavab. Burada kökün altında güc vurulsun sahə bölünsün rho bu L-dir. Bildiyimiz kimi, baxın bu S-i rho L bölümün aşağısına yəni düşürdə bilərik. Riyazi olaraq bizə buna imkan verir. Onda P bölünsün müqavimət qalacaq. Çünki rho L bölü S müqavimət demişik. Digər tərəfdən də gücün yeni I kvadrat R düsturunu yazarıqsa, R ixtisar gedən I kvadratına kökdən I çıxar. Cavab cərəyan şiddəti olacaq. Bu şəkildə olan hesab, yəni testləri, kəmiyyət xarakteri testləri, daha doğrusu keyfiyyət xarakteri belə eləyə bilərik. Baxın, kəmiyyəti əvəzləyək, vahidi kəmiyyətlə əvəzləyək. Yəni amperin kvadratı nəyin kvadratı olur? I-nin kvadratı. Əgər kəmiyyət formasına yazırıqsa, onda müqavimətdir. I kvadratı R-ə də biz güc demişik düstur olaraq. O da C variantı. Eyni şəkildə burada da keçərlidir. Baxın, I kvadratı RT. Bu da bizə ya iş, ya istiri miqdarı, ya da enerji olacaq, cərəyanın işi olacaq. Elektron volt bu cərəyanın demək, işinin və enerjisinin düsturunun vahididir. Yəni daha çox kəmiyyətin vahididir. Həm joule, həm də elektron voltla ifadə edə bilərik, yəni enerjinin. Mega elektron volt da yenə də enerjinin vahididir. Fikir verin, metal naqildə müəyyən zaman ərzində, yəni T-miz dəyişmir, yəni konstantdır. Müqavimət də yenə deyir konstantdır. O zaman baxın,
T'nin, R'in, Q'nun, U'nun bir yerdə olduğu düstur bizə önəmlidir. Bu düsturda Q bərabərdir U kvadratı bölünsün R vur T'dir. Burada göründüyü ki, Q U'la necə asılıdır? Kvadratik düz asılı C variantı. Eyni şəkildə burada da keçərlidir. 14-də baxın, müəyyən zaman ərzində deyirsə, yenə də T'miz dəyişmir. Müqavimət yenə dəyişmir. Q'nun, İ'nin, R'in, T'nin bir yerdə olduğu düstur I kvadratı RT düsturudur. Buradan da Q ilə demək asıllığı baxın bu formada kvadratik olacaq. Burada yenə də baxın, cəryan şiddəti sabitdirsə, yəni cəryan şiddətini görürsünüzsə, ilk ağlınıza gələn I kvadratı RT düsturu olsun. Yəni asıllıqlarda kvadratik düsturlar daha çox istifadə olunur. Və buradan da əgər bizim cəryan şiddətimiz sabitsə, zaman da müəyyən zaman deyirsə sabitsə, Q ilə düz asılı olacaq Y variantı. Burada gərginlik deyirsə, artıq gərginliyin U kvadratı böl R vur T düsturunu nəzərə alırıq. Bu zaman Q ula yenə də kvadrat... Aha, burada bizdə R-lə istəyirsə düz asılı dedik. Fikrimdə elə zənn etdim ki, bunu eyni qeyd elədim. Yəni, R-lə istəyirsə düz asılıdır. Burada da Q-n R-lə istəyirsə tərs asılığa götürürsünüz. Baxın, D variantı. Metal naqildə ayrılan istilik miqdarının T'dən asılılığı. Baxın, yenə də verilmiş metal deyirsə naqildə, yəni onun müqaviməti heç bir dəyişiklik eləmirik. Gərginlik sabitdir deyir. Burada gərginlikdən söhbət gedirsə uşaqlar, U kvadratı bölür vur T'yə nəzər eləməliyik. Metal verilmiş metal naqil demək, burada müqavimətini dəyişmir deməkdir. Sabit də gərginliyi deyir. Baxın, Q T ilə düz asılı olur. Müşahidə etdiyiniz kimi biz burada U-dan söhbət gedirsə O kvadrat bölü RT düsturundan, I-dən söhbət gedirsə I kvadrat RT düsturundan istifadə elədik. Amma IUT düsturundan istifadə eləmirik asılılıqla. Çünki I-nin içində U bölü R var, onun içində I-R var. Yəni onu əvəzləyib son vəziyyətə gətirmək lazımdır. Cəryanın gücünü istəyir. Güc bizdə düsturumuz iş bölünsün zamandır. Elektrik demək, cihazlarında iş elektrik sayğacı vasitəsilə hesablanır. Yəni birinci, zaman da saniyə ölçəylə 1 və 2 D variantı. Burada yenə güc istənilir. Sadəcə verilənlərə baxsam, mənim gücün IO düsturundan istifadə eləməyim gərəkir. Yəni gərəkdir burada. İ'miz cəryan şiddətidir. Yəni ampermetrlə ölçülür. U'muz da voltmetrlə ölçüləcək. 20-ci testdə baxın, gərginliklər verilir, müqavimətdən söhbət gedir, eyni gücə deyir. Yəni, U varsa, U kvadrat böl R düsturuna müraciət eləməliyik. U-muz sabitdirsə, daha doğrusu sabit deyil, fərqlidir, eyni gücə deyir. Yəni, burada gücümüz sabit. Yəni, buradan U kvadratı bərabərdir, güc vurulsun R. Yəni, buradan da U kökün altında güc vurulsun R-dir. Yəni, güclər eynidirsə, kök altında R-lə asılı olacaq. Lakin bizdə burada R-dən asılılıq istəyir. Odur ki, kökün altına salmasaq da olardı. Yəni, R U-la, baxın buradan kvadratik düzdür. Yəni, R1 bölünsün R2 bərabərdir. U1-in kvadratı bölünsün U2-nin kvadratı olacaq. Yəni, U1-imiz 110-dur. 2 dənə 110 yazaq, kvadrat yüksəltməyə ehtiyac yoxdur. U-muz da, U2-miz də 220 vur 220-dir. İxtisar getsə 2-də, 2-də 1, 2-də 1, o da 4-də 1 olacaq cavab olaraq. Yəni, B variantı. Digər tərəfdən Joule vurulsun metr, I kvadratı böl saniyə. Mən bu vahidləri kilometrə çevirmək daha məsləhət bilirəm. Baxın, bu I kvadratı T'dir. Enerjində I kvadratı RT düsturu var əlbəttə ki. Lakin burada bir də metri əlavə olaraq saxlayaq. Yəni, metri uzunluq deyə bilərik, qıraqda saxlayaq. Çünki vur metr var. Burada i'lər gedər. Baxın, bu kilometrlər də gedər. Müqavimət 10-dur. Bir də 10 vur, bilirsiniz, uzunluqda metrdə. 10 vur metrdə nə demişik? Xüsusi müqavimət demişik. Yəni, bundan istifadə eləyə bilərik.